Əgər indiyə qədər Dyson almamısınızsa, o qədər şanslısınız ki, Dyson'ın yeni çıxan Dyson Quanda 2X modeli həm Airstreet'in, həm də Airwrap'ın özəlliklərini özündə daşıyır və artıq 2 Dyson almağınıza ehtiyacı qalmır. Bir Dyson'da həm düzləşdirici, həm də saç şəkilləndiriciləri tapa bilərsiniz. Airwrap'da olduğu kimi bu versiyasında da 2 başlıq var və biri kiçik buruqlar üçün, biri isə daha həcmli buruqlar üçündür. Başlıqları biraz dəyişib deyərdim. Forması daha fərqlidir. Gördüyünüz kimi bu formadadır. Airstreet başlığı əlavə olunub. Və demək olar ki, Airstreet ilə eyni gücdədir. Bu başlığı da dəyişilib. Daha qalın dişlər qoyulub. Qurutma başlığı fərqlidir. Bura daxil edirsiniz, bu formada qurudursunuz. Bəs siz nə düşünürsünüz? Sizcə bu Dyson'ı almağa dəyər yoxsa yox? Mənim fikrimi soruşsanız, mən düşünürəm ki, əgər Dyson Airstreet və Airwrap'ınız varsa, ehtiyac yoxdur bu modeldə alasınız. Yox, əgər indiyə qədər Dyson almamısınızsa, bu elə ən çox sizin haqqınızdır. Sizi birindədir. Səyahətə gedən zaman hər zaman qərarsız qalırdım ki, saç düzləşdiricini mi götürüm, yoxsa saç buranı mı götürüm? Ancaq bu modeldə hər ikisi olduğu üçün tək bir feni özünüzlə daşımaq daha rahat olar. Bəs sizcə bu modeli almağa dəyərmi, yoxsa yox? Məncə indiyə qədər almayanlar bu modeli mütləq yoxlasınlar.